Başlanğıc sürəti 30 metr bölünmüş saniyə olan avtomobil düz xəttli bərabər təcilli hərəkət edir. 6-cı saniyənin sonunda sürəti 12 metr bölünmüş saniyə olan bu avtomobilin təcilinin modulunu hesablayın. Avtomobilin təcili A bərabərdir. Modulda V çıxılsın V0 bölünmüş T düsturu ilə hesablanılır. Burada V 6-cı saniyənin sonundakı sürətdir. Şərtə əsasən V 12 metr bölünmüş saniyədir. Deməli V-nin yerinə yazırıq 12 çıxılsın. Başlanğıc sürəti isə 30 metr bölünmüş saniyədir. 30 bölünmüş T də 6-dır. 12-dən 30 çıxsaq -18, onun modulu müsbət eləyəcək. 18-də 6-ya bölsək eləyəcək 3 metr bölünmüş saniyənin kvadratı. Doğru cavab B bəndi. Cisim X oxu istiqamətində 5 metr bölünmüş saniyə sürətlə düz xəttli bərabər sürətlə hərəkət edir. Bu cisim K nöqtəsini keçən andan 8 saniyə sonra M nöqtəsinə çatır. M nöqtəsinin koordinatını hesablayın. Düz xəttli bərabər sürətli hərəkətdə koordinat zaman tənliyi x bərabərdir x0 üstəgəl vx vurulsun t şəklindədir. x0 başlanğıc zaman anında, yəni t bərabərdir 0 andakı koordinatdır. Şərtə əsasən başlanğıc zaman andakı koordinat -10 metrdir. Deməli yazırıq x bərabərdir -10 üstəgəl. Şərtə əsasən cisim 5 metr bölünmüş saniyə sürətlə düz xəttli bərabər sürətlə hərəkət edir. Onda Vx müsbət 5 olacaq. Çünki cisim X oxu istiqamətdə hərəkət edir. 5 vurulsun T-yə. T 8 saniyədir. T-nin yerinə 8 yazsa olacaq -10 üstəgəl 5 vurulsun 8. 5-i 8-ə vursaq 40, 40-dan da 10 çıxsa 30. Deməli X bərabərdir 30 metr. Beləliklə M nöqtəsinin koordinatı 30 metrdir. Doğru cavab C bəndi. Düz xəttli hərəkət edən cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. İlk 10 saniyə ərzində cismin getdiyi yolu hesablayın. 0-T1 zaman intervalında cisim X oxu istiqamətində hərəkət edir. Cismin başlanğıc koordinatı 5, son koordinatı isə 8 olduğundan onun getdiyi yol S1 bərabər olacaq. 8 çıxılsın 5 bərabərdir 3 metr. T1, T2 zaman intervalında isə cisim X oxunun əksi istiqamətdə hərəkət edir. Bu zaman cisim 8 nöqtəsindən 0 nöqtəsinə gəlir. Onda onun getdiyi yol olacaq modulda 0 çıxılsın 8, o da bərabərdir 8 metr. T2 10 zaman intervalında isə, yəni T2-dən 10 saniyəyə qədər cisim X oxu istiqamətdə hərəkət edir. Bu zaman S3 qədər yol gedir. O da bərabərdir 3 çıxılsın 0 bərabərdir 3 metr. Deməli 10 saniyə ərzində cismin getdiyi yol S bərabər olacaq. S1 üstəgəl S2 üstəgəl S3 o da bərabərdir 3 üstəgəl 8 üstəgəl 3 o da bərabərdir 14 metr. Doğru cavab D bəndi. Suya nəzərən sürəti V idmancı bərabərdir 1 metr bölünmüş saniyə olan idmancı çayın bir sahəndəki A məntəqəsindən AB istiqamətində çayın digər sahəsinə doğru üzməyə başlayır. Çayın axın sürəti V çay bərabərdir 0,8 metr bölünmüş saniyə olduğundan idmancı 50 saniyə ərzində çayın digər sahəndəki C məntəqəsinə çatır. İdmancı bərabər sürətlə üzərsə çayın enini mötərizədə AC məsafəsini hesablayır. Əvvəlcə çayın sürəti nəzərə alınmayan halda idmançının yer dəyişməsini hesablayaq. Yəni, durğun suya nəzərən idmançı A-B məsafəsi qət edəcəkdir. Bu məsafəyə bir S1 desək, bərabər olacaq V idmançı vurulsun T. O da bərabərdir. Şərtə əsasən idmançının sürəti 1 metr bölünmüş saniyədir. T 50 saniyədir, bərabərdir 50 metr olacaq. A-B məsafəsi 50 metrdir. Bu müddət ərzində çay 0,8 metr bölünmüş saniyə sürəti ilə hərəkət etdiyindən, onda çay idmancını BC məsafəsi qədər aparacaq. Yəni BC məsafəsini də S2 ilə işarət etsək, bərabərdir V çay vurulsun T, o da bərabərdir 0,8 metr bölünmüş saniyə vurulsun 50, bərabər olacaq 40 metrə. Şərtə əsasən idmançı AC məsafəsi qət edərək çayın digər sahəndəki C nöqtəsinə çatır. AC məsafəsi deməli çayın enidir. Onda bu
AC sahilə perpendikulyar olacaq. Başqa sözlə ABC üçbucağı düzbucaqlı üçbucaqdır. AC məsafəsinə x desək, BC məsafəsi S2-dir. AB məsafəsi də S1 olduğundan onda AC bərabər olacaq. Kök altında S1-in kvadratı çıxılsın S2-nin kvadratı. O da bərabərdir. Kök altında 50-nin kvadratı çıxılsın 40-ın kvadratı. 50-nin kvadratı 2500, 40-ın kvadratı 1600, 2500-dən 1600 çıxsaq 900, 900-dən də kök 30 çıxacaq. Deməli, AC məsafəsi 30 metrdir. Doğru cavab C bəndi. Yol zaman tənliyi S bərabərdir 10t üstəgəl 2t kvadratı mötərizədə metr şəklində olan cismin ilk 4 saniyə ərzindəki orta sürətini hesablayın. 4 saniyə ərzində cismin getdiyi yol S bərabərdir 10 vur 4 üstəgəl 2 vurulsun 4-ün kvadratı, o da bərabərdir 40 üstəgəl 32 bərabərdir 72 metrdir. Orta sürət hesablasaq V orta bərabər olacaq S böl T bərabərdir 72 bölünsün 4 bərabərdir 18 metr bölünmüş saniyə. Bir başqa üsulla da orta sürət hesablamaq olar. Belə ki, V bərabərdir S-in törəməsi, o da bərabərdir 10T-nin törəməsi 10 edəcək, üstəgəl 2T kvadratının törəməsi 4T. T-nin yerinə 4 yazsaq, bərabərdir 10 üstəgəl 4 vur 4 bərabərdir 26 metr bölünmüş saniyə. Bu 4-cü saniyənin sonundakı sürətdir. Orta sürət bərabər olacaq. Başlanğıc sürət üstəgəl son sürət bölünmüş 2. Başlanğıc sürət 10 metr saniyədir. 10 üstəgəl 26 bölünmüş 2. O da bərabərdir 18 metr bölünmüş saniyə. Doğru cavab D bəndi. Sürət vektorlarının istiqamətləri təsvir olunmuş iki cisim x oxu boyunca hərəkət edir. Əgər birinci cisim düz xətli bərabər yeyinləşən, ikinci cisim isə düz xətli bərabər yavaşlayan hərəkət edirsə, cisimlərin təcillərinin proyeksiyaları üçün hansı münasibət doğrudur? Şəkildən göründüyü kimi, birinci cisim x oxu istiqamətində hərəkət edir. Şərtə əsasən birinci cisim düz xətli bərabər yeyinləşən hərəkət edir. Düz xətli bərabər yeyinləşən hərəkətdə təcil vektoru və sürət vektoru eyni istiqamətdə yönəlir. Deməli, A1x böyükdür 0 olacaq. Şəkildən göründüyü kimi, ikinci cisim x oxunun əksi istiqamətdə hərəkət edir. Şərtə əsasən, ikinci cisim bərabər yavaşlayan hərəkət edir. Deməli, ikinci cismin təcil vektoru sürət vektorunun əksi istiqamətdədir. Başqa sözlə, ikinci cismin təcilinin proyeksiyası müsbətdir. A2x böyükdür 0 olacaq. Doğru cavab A bəndi. X oxu istiqamətində düz xətli bərabər sürətdə hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki hansıdır? Düz xətli bərabər sürətli hərəkətdə koordinat zaman tənliyi ümumi şəkildə x bərabərdir x0 üstə gəlinsin vxt şəklindədir. X oxu istiqamətində düz xətli bərabər sürətli hərəkətdə vx müsbət olur. Başlanğıc koordinat isə müsbət də ola bilər, mənfi də ola bilər, sıfıra bərabər ola bilər. Qrafiklərə baxsaq görəcəyik ki, E bəndində x oxu istiqamətində düz xətli bərabər sürətli hərəkətə uyğun qrafik göstərilmişdir. Bu halda koordinat zaman tənliyi də belə olacaq. X bərabərdir mənfi x0 üstə gəlinsin vt. Doğru cavab E bəndi. R radiusu çevrə üzrə sabit V sürəti ilə hərəkət edən cismin T zaman müddətindəki dövrlər sayı hansı ifadə ilə təyin olunur? R radiuslu çevrə üzrə hərəkətdə xətti sürət V bərabərdir 2πr vurulsun böyük M bölünmüş T ifadəsi ilə müəyyən olunur. Burada böyük N dövrlər sayıdır. Bu ifadədən dövrlər sayını müəyyən etsək, M bərabər olacaq V vurulmuş T bölünmüş 2πr. Doğru cavab A bəndi. Verilmiş radiusu çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin K nöqtəsindən keçən anda sürət və təcil vektorlarının istiqamətini müəyyən edin. Çevrə üzrə bərabər sürətli hərəkətdə sürət trayektoriyaya toxunan istiqamətdə, yəni radiusa perpendikulyar istiqamətdə yönəlir. Baxılan halda sürət radiusa perpendikulyar istiqamətdə belə yönələcək. Belə ki, cisim
saat əqrəbinin hərəkətinin əksi istiqamətində çevre üzrə hərəkət edir. Çevre üzrə hərəkətdə təcil radius boyunca çevrənin mərkəzinə doğru yönəlir. Təcil bu istiqamətdə yönələcək. Doğru cavab C bəndi. Maddi nöqtənin çevre üzrə bərabər sürətli hərəkətlərində bucaq sürətinin mərkəzə qaçma təcilindən asıllıq diaqramı verilmişdir. Hansı nöqtə xətti sürətin ən kiçik qiymətinə uyğundur? Çevre üzrə bərabər sürətli hərəkətdə mərkəzə qaçma təcili A bərabərdir omega vurulmuş V ifadəsi ilə müəyyən olunur. Buradan V-ni müəyyən etsək, V bərabərdir A bölünmüş omegaya. Şərtə əsasən bizə xətti sürətin ən kiçik qiymətinə uyğun nöqtənin müəyyən olunması tələb olunur. V-nin ən kiçik qiymət almaq üçün kəsirin sürəti ən kiçik, yəni A ən kiçik, kəsirin məxrəci, yəni omega ən böyük qiymət almalıdır. A-nın ən kiçik qiymətinə uyğun gələn nöqtələr 1 və 4-dür. Omeganın ən böyük qiymətinə uyğun gələn nöqtələr isə 1 və 2-dir. Deməli, bunların kəsişməsinə duran nöqtə 1 nöqtəsidir. Beləliklə, 1 nöqtəsi xətti sürətin ən kiçik qiymətinə uyğundur. Doğru cavab A bəndi. Maddi nöqtə verilmiş radiusda çevrə üzrə bərabər sürətlə hərəkət edir. Maddi nöqtənin dövrətmə periodunu 2 dəfə artırdıqda mərkəzə qaçma təcili necə dəyişir? Şərtə əsasən, mərkəzə qaçma təcilinin A bərabərdir 4pi kvadratı R bölünmüş T kvadratı düsturundan istifadə edəcəyik. Pi sabitdir, onda 4pi kvadratda müəyyən sabit qiymətə malikdir. Şərtə əsasən çevrənin radiusu da müəyyən sabit qiymətə malikdir. Onda kəsirin sürəti 4pi kvadratı R sabitdir. Bu ifadədən göründüyü kimi mərkəzə qaçma təcili periodun kvadratı ilə tərs mütənasibdir. Periodu 2 dəfə artırdıqda 2-nin kvadratı 4 edəcək. Kəsirin məxrəci 4 dəfə artacaq, onda A-nın qiyməti 4 dəfə azalacaq. Deməli, baxılan halda mərkəzə qaçma təcili 4 dəfə azalar. Doğru cavab B bəndi. Saatın saniyə əqrəbinin uc nöqtəsinin mərkəzə qaçma təcilinin onun uzunluğundan asılı qrafiki hansıdır? Saatın saniyə əqrəbinin uc nöqtəsinin mərkəzə qaçma təcili A bərabərdir 4pi kvadratı R bölünmüş T kvadratı ifadəsi ilə müəyyən olunur. Burada T saatın saniyə əqrəbinin dövrətmə periodudur. O da 1 dəqiqə və yaxud da 60 saniyədir. Deməli, dövrətmə periodu müəyyən sabit qiymətə malikdir. 4pi kvadratı da sabit olduğundan saatın saniyə əqrəbinin uc nöqtəsinin mərkəzə qaçma təcili radiusla düz mütənasib olacaq. Baxılan halda da radius saatın saniyə əqrəbinin uzunluğuna bərabərdir. Onda elə mərkəzə qaçma təcili saniyə əqrəbinin uzunluğu ilə düz mütənasib olacaq. Bu asıllığa uyğun qrafik A bəndində göstərilib. Doğru cavab A bəndi. Maddi nöqtə R radiusu çevrə üzrə bərabər sürətlə hərəkət edir. Radius vektorun dönmə bucağının pi radian qiymətində maddi nöqtənin yer dəyişməsinin modulunu hesablayın. Pi radian 180 dərəcədir. 180 dərəcə. Məsələn, maddi nöqtə hər hansı bir A nöqtəsini keçdikdən sonra 180 dərəcə radius vektor dönəcək və maddi nöqtə diametral əks nöqtə olan hər hansı bir B nöqtəsinə çatacaq. Bu anda maddi nöqtə diametrə bərabər yer dəyişmə edəcək. Yəni AB yer dəyişməsi S yer dəyişmənin uzunluğu olacaq diametr D, o da 2R-ə bərabərdir. Doğru cavab D bəndi. Çevrə üzrə bərabər sürətli hərəkətdə radius vektorun dönmə bucağının zamandan asılılıq qrafikinə əsasən bucaq sürətini müəyyən edin. Bucaq sürəti omega bərabərdir. Delta phi bölünmüş delta T düsturə hesablanılır. O da bərabərdir. Phi çıxılsın, phi 0 bölünmüş T yaza bilərik. Omega bərabərdir. T burada 3 saniyədir. 3-cü saniyənin sonunda radius vektorun dönmə bucağı 15 radiandır. Başlanğıc zamanında isə dönmə bucağı 3 radiandır. O da bərabərdir. 15 çıx 3, 12. 12-ni də 3-ə bölsə eləyəcək 4 radian bölünmüş saniyə. Doğru cavab C bəndi.
F qüvvə vektorunun modulunu hesablayın. Mötərizədə kosinus alfa bərabərdir 0,6, sinus alfa bərabərdir 0,8. Qüvvənin proyeksiyası Newtonla verilmişdir. Şəkildən göründüyü kimi qüvvənin x oxu üzrə proyeksiyası fx bərabərdir 24/0, yəni 24 Newtondur. Deməli bu məsafə düzbucaqlı üçbucaqda 24 Newtona uyğundur. Düzbucaqlı üçbucaqda kosinus alfa bərabər olacaq, yəni bura olacaq fx, fx bölünmüş f'in moduluna. Buradan da f qüvvəsini hesablasaq, f bərabər olacaq fx bölünmüş kosinus alfa. Deməli f bərabərdir. Fx 24 Newtondur, kosinus alfa da 0,6. O da bərabər 240 bölünmüş 6, 40 Newton. Doğru cavab E bəndi. Newton vurulsun saniyə kvadratı bölünmüş metr ifadəsi hansı fiziki cəmiyyətin vahidinə uyğundur? Deməli, Newton vurulsun saniyə kvadratı bölünmüş metr bərabərdir. Məlumdur ki, Newtonun BC-də əsas vahidləri ifadəsi kiloqram vurulsun metr bölünmüş saniyə kvadratıdır. Vurulsun saniyə kvadratı bölünmüş metr. Saniyə kvadratından saniyə kvadratı, metrlə metr gedəcək, bərabər olacaq kiloqram. Kiloqram da kütlənin BC-də vahiddir. Doğru cavab B bəndi. Cismə tətbiq olunmuş 4 qüvvənin əvəzləyicisinin modulunu hesablayın. Qüvvə diaqramından göründüyü kimi, cismə tətbiq olunmuş F1 və F2 qüvvələrinin əvəzləyicisi F3 istiqamətində yönəlib, qiyməti də 20 Newtondur. Deməli, F1 ilə F2-nin əvəzləyicisi F3 istiqamətində yönəlir, qiyməti 20 Newtondur. F3 və bu iki qüvvənin əvəzləyicisi eləyəcək 20 üstəgəl 20, 40 Newton. F4 də bunların əksinə yönəldiyindən əvəzləyici qüvvə bərabər olacaq 40 çıxılsın 15, o da bərabərdir 25 Newton. Doğru cavab C bəndi. Kütlələri M1 bərabərdir 200 qram və M2 bərabərdir 800 qram olan iki cismin qarşılıqlı təsiri zamanı birinci cismin aldığı təcil, ikinci cismin aldığı təcildən 1,2 metr bölünmüş saniyə kvadratı çox olarsa, birinci cismin təcilinin qiymətini hesablayın. Məlumdur ki, qarşılıqlı təsir zamanı cisimlərin təcillərinin nisbəti, yəni A1 bölü A2 bərabər olacaq M2 bölünmüş M1'ə. O da bərabərdir. M2 800 qramdır. M1 də 200 qram. Bərabərdir 4. Deməli, A1 bərabər olacaq 4 A2'yə. Digər tərəfdən, məsələnin şərtinə əsasən, birinci cismin aldığı təcil, ikinci cismin aldığı təcildən 1,2 metr bölünmüş saniyə kvadratı çoxdur. Yəni, A1 bərabərdir, A2 üstə gəlinsin 1,2. Bu şərti aldığımız bu ifadə nəzərə alsaq, deməli olacaq 4A2 bərabərdir, A2 üstə gəlinsin 1,2. 3A2 bərabərdir 1,2-yə, A2 də bərabərdir 0,4 metr bölünmüş saniyə kvadratı. Deməli, birinci cismin təcilinin qiyməti onda A1 bərabər olacaq 4A2, o da bərabərdir 1,6 metr bölünmüş saniyə kvadratı. Doğru cavab D bəndi. Bir ucu bərkidilmiş dinamometrin göstəricisine əsasən onun sərbəst ucuna təsir edən qüvvənin qiymətini və cihazın xətasını müəyyən edin. Şəkildən göründüyü kimi dinamometrin əqrəbi 60 Newtonun üzərindədir. Başqa sözlə, dinamometrin sərbəst ucuna təsir edən qüvvənin qiyməti 60 Newtondur. Cihazın xətasını müəyyən etmək üçün əvvəlcə onun bir bölgüsünün qiymətini müəyyən edək. Məsələn, iki qonşu bölgüdən birinin qiyməti olsun 30, o birinin qiyməti olsun 20. 30 çıx 20 10 eləyəcək. 30 ilə 20 arasında 2 bölgü var. Böləcək bölgülər sayı 2-yə. O da bərabər olacaq 5 Newton. Deməli, dinamometrin bir bölgüsünün qiyməti 5 Newtondur. Cihazın xətası isə bir bölgünün yarısına bərabər olduğundan, deməli, xəta bərabər olacaq
5 bölünmüş 2, 2,5 Newton. Doğru cavab E bəndi. Həcmi 4 kub metr, sıxlığı 0,8 qram bölünsün kub santimetr olan cismin kütləsini hesablayın. Cismin kütləsi M bərabərdir rho vurulmuş V düsturə hesablanılır. Burada rho cismin sıxlığıdır. Şərtə əsasən sıxlıq 0,8 qram bölünsün kub santimetrdir. Vurulsun. V həcmdir. Həcm şərtə əsasən 4 kub metrdir. 1 metr 100 santimetr olduğundan 100'ün kubu eləyəcək 1 milyon. Deməli 4 kub metr 4 milyon kub santimetrdir. Kub santimetrlər gedər. 4'ü 0,8'e vursa 3 12 eləyəcək. Deməli M bərabərdir 32, kənarında da olacaq 5 0, 1, 2, 3, 4, 5 0 qram. 1000 qram 1 kilogram olduğundan deməli o da bərabər olacaq 3200 kilogram. Doğru cavab E bəndi. Cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Bu cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamandan asılılıq qrafiki hansıdır? Qrafikdən göründüyü kimi 0-T1 zaman intervalında cisim X oxu istiqamətində düzxətli bərabər yeyinləşən hərəkət edir. Sürətin proyeksiyası müsbətdir, təcilin də proyeksiyası müsbət olmaqla müəyyən bir sabit qiymətə malikdir. Newtonun ikinci qanununa əsasən cismə təsir edən qüvvələrin əvəzləyicisinin X oxu üzrə proyeksiyası Fx bərabərdir MAX olacaq. M sabit, AX da sabit olduğundan deməli 0-T1 zaman intervalında cismə təsir edən qüvvələrin əvəzləyicisi müəyyən bir sabit qiymətə malik olacaq. T1, T2 zaman intervalında qrafikdən göründüyü kimi bu zaman intervalında cisim X oxu istiqamətində düzxətli bərabər sürətlə hərəkət edir. Vx bərabərdir müəyyən bir sabit qiymətə. Newtonun birinci qanununa əsasən bu halda cismə təsir edən qüvvələrin əvəzləyicisinin X oxu üzrə proyeksiyası sıfıra bərabərdir. Beləliklə doğru cavab B bəndidir. Yol və yer dəyişmə üçün Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Birinci, skalyar fiziki kəmiyyətdir. Yol skalyar fiziki kəmiyyətdir. 1 uyğun gəlir sol tərəfə. Vahidi BC-də əsas vahiddir. Həm yolun, həm də yer dəyişmənin vahidi BC-də metrdir. Bu vahiddə BC-də əsas vahiddir. Deməli 2 uyğun gəlir kəsişməyə, yəni 3-cü hissəyə. Trayektoriyanın uzunluğuna bərabərdir. Yol trayektoriyanın uzunluğuna bərabərdir. Deməli 3 uyğun gəlir birinci hissəyə. Qapalı trayektoriya üzrə hərəkətdə sıfıra bərabərdir. Yer dəyişmənin modulu, yəni qiyməti qapalı trayektoriya üzrə hərəkətdə sıfıra bərabərdir. Deməli 4 də uyğun gəlir ikinci hissəyə. Beləliklə doğru cavab D bəndidir. Açar sözlərdən müəyyən ardıcılıqla istifadə edərək mətni tamamlayın. Açar sözlər 1 bərabər təcilli, 2 təcil, 3 qüvvə, 4 bərabər sürətli. Ədədi qiymətsə vahid zamanda sürətin dəyişməsinə bərabər fiziki kəmiyyət təcil adlanır. Deməli, birinci boşluğa uyğun gəlir ikinci bənddəki ifadə. Bir cismin digər cismə təsirini xarakterizə edən fiziki kəmiyyət qüvvə adlanır. Deməli, ikinci boşluğa uyğun gəlir 3 ifadəsi, yəni qüvvə. Düz xətli boşluq hərəkətdə cismə təsir edən qüvvələrin əvəzləyicisi qiymət və istiqamətcə sabit qalır. Deməli, düz xətli bərabər təcilli hərəkətdə cismə təsir edən qüvvələrin əvəzləyicisi qiymət və istiqamətcə sabit qalır. Üçüncü boşluğa uyğun gəlir birinci bənddəki ifadə. Və nəhayət, sonuncu ifadə, düz xətli boşluq hərəkətdə cismə təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabərdir. Düz xətli bərabər sürətli hərəkətdə cismə təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabərdir. Dördüncü boşluğa da uyğun gəlir dördüncü bənddəki ifadə, yəni bərabər sürətli ifadəsi. Beləliklə, doğru cavab vərəqində 2, 3, 1, 4 şəklində kodlaşdırılmalıdır. Düzxətli bərabər yeyinləşən hərəkət edən cisim ilk 5 saniyə ərzində 25 metr yol gedir.
5-ci saniyənin sonunda sürəti 8 metr bölünmüş saniyə olan bu cismin başlanğıc sürətinin modulunu metr bölünmüş saniyə ilə hesablayın. Yer dəyişmənin S bərabərdir V üstəgəl V0 bölünmüş 2 vurulmuş T ifadəsindən istifadə edərək V0 sürətini təyin edə bilərik. Buradan V0 müəyyən etsək, V0 bərabər olacaq 2S bölünmüş T çıxılsın V-yə bərabərdir. 2 vurulsun. Şərtə əsasən yer dəyişmə 25 metrdir. Bu yer dəyişmə 5 saniyə müddətində icra edilir. Yəni zaman müddəti 5 saniyədir. Çıxılsın. 5-ci saniyənin sonundakı sürət isə 8 metr bölünmüş saniyədir. 2-ni 25-ə vursaq 50, 50-ni 5-ə bölsək 10, ondan da 8 çıxsaq eləyəcək 2 metr bölünmüş saniyə. Doğru cavab 2. O mərkəzindən keçən ox ətrafında fırlanan diskin el kənar nöqtəsinin xətti sürəti 1.8 desimetr bölünmüş saniyə olarsa, diskin dövrətmə periodunu saniyə ilə hesablayın. Mötərizədə pi bərabərdir 3, bölgülər eynidir. Diskin radiusu o el parçasının uzunluğuna bərabərdir. Şəkildən göründüyü kimi eyni zamanda bu məsafə diskin radiusudur. Bura el ilə işarə eləsək, deməli o el bərabərdir R-ə, o da bərabərdir 3 bölgüyə, hər bölgü 1 desimetr olduğundan 3 desimetrdir. Diskin el kənar nöqtəsinin xətti sürəti 1.8 olduğundan, xətti sürətin V bərabərdir 2 pi R bölünmüş T ifadəsindən istifadə edərək, diskin dövrətmə periodunu hesablaya bilərik. T bərabər olacaq 2 pi R bölünmüş V-yə bərabərdir. 2 vurulsun, pi şərtə əsasən 3-dür. R diskin radiusudur, 3 desimetrdir. Bölünmüş 1.8 desimetr bölünmüş saniyə. 2-ni 3-ə vursa 6, 6-ni 3-ə vursa 18, 18-də 1.8-ə bölsək, T bərabər olacaq 10 saniyə. Doğru cavab 10. Düzxətli hərəkət edən cismin getdiyi yolun zamandan asılıq qrafiki mötərizədə parabola verilmişdir. 1 və 2 nöqtələrinə uyğun cismin sürətinin və təcilinin modulları arasındakı hansı münasibət doğrudur? Şəkildə verilmiş qrafik düzxətli bərabər yavaşlayan hərəkətə aiddir. Deməli, düzxətli bərabər yavaşlayan hərəkətdə təcilin modulu dəyişmir. Düzxətli çünki bərabər təcili hərəkətdir. 1 və 2 nöqtələrinə uyğun təcilin qiymətləri eynidir. 5-ci bənddə göstərilən ifadə doğrudur. Düzxətli bərabər yavaşlayan hərəkətdə sürətin qiyməti V bərabərdir. V0 çıxılsın AT ifadəsi ilə müəyyən olunur. Yəni, zaman keçsə sürətin qiyməti azalır. Yəni, V1 böyükdür V2-dir. 3-cü bənddə göstərilən ifadə doğrudur. Beləliklə, doğru cavab olacaq 3, 5. A, B, C, D trayektoriyası üzrə hərəkət edən velosipedçi AB hissəsində bərabər yeyinləşən, BC və CD hissələrində bərabər sürətlə hərəkət edir. Uyğunluğu müəyyən edin. 1. AB hissəsində, 2. BC hissəsində, mötərizədə yarımçevrə, 3. CD hissəsində. A bəndi təcil vektoru sürət vektoru istiqamətdə yönəlir. B bəndi təcil vektoru sürət vektorunun əks istiqamətdə yönəlir. C bəndi təcil vektoru sürət vektoruna perpendikulyar istiqamətdə yönəlir. D bəndi təcil sıfıra bərabərdir. E bəndi bərabər zaman fasiləsinə gedilən yollar fərqlidir. Şərtə əsasən velosipedçi AB hissəsində bərabər yeyinləşən hərəkət edir. Deməli, AB hissəsində təcil vektoru sürət vektoru istiqamətində yönəlir. 1-ə uyğun gəlir A bəndindəki ifadə. Eyni zamanda bərabər yeyinləşən hərəkətdə bərabər zaman fasiləsinə gedilən yollar fərqlidir. Deməli, 1-ə uyğun gəlir E bəndindəki ifadə. BC hissəsi yarımçevrədir. Yarımçevrə olan hissədə deməli, təcil vektoru sürət vektoruna perpendikulyar istiqamətdə yönəlir. Deməli, ikinciyə uyğun gəlir C bəndindəki ifadə. Və CD hissəsində şərtə əsasən velosipedçi bərabər sürətlə hərəkət edir. Bu hissədə təcil sıfıra bərabərdir. Deməli, 3-ə də uyğun gələcək D bəndindəki ifadə. Beləliklə, doğru cavab 1-ə uyğun gəlir A, Y, 2-yə uyğun gəlir C, 3-ə də uyğun gəlir D.
Üfüqi müstəvidə qoyulmuş M1 bərabərdir 2M və M2 bərabərdir 3M kütləli iki cisim iplə bir-birinə bağlanmışdır. M1 cismi F qüvvəsi ilə dartılır və cisimlər sabit A təcili ilə hərəkət edir. Bir müddət sonra cisimləri bağlayan ip qırılır. İp qırıldıqdan sonra hər bir cismin necə hərəkət etdiyini yazın. Mötərizədə sürtünmə qüvvəsi nəzərə alınmır, cavabınızı əsaslandırın. Şərtə əsasən sürtünmə qüvvəsi nəzərə alınmır, onda F qüvvəsi əvəzləyici qüvvə olacaq. Newtonun ikinci qanununa görə F bərabər olacaq. Mötərizədə M1 üstəgəl M2 vurulsun A-ya. Buradan A təcilini hesablamaq olar. A bərabərdir F bölünmüş M1 üstəgəl M2. Deməli, ip qırılmazdan əvvəl cisimlər sabit A təcili ilə hərəkət edirlər. Bir müddətdən sonra ip qırılır. İp qırıldan andan sonra, yəni ip qırıldıqdan sonra M2 kütləli cismə təsir edən qüvvələrin əvəzləyici sıfıra bərabər olur. Bunu F2 əvəzləyici ilə işarə etsək, F2 əvəzləyici bərabərdir 0. Newtonun birinci qanununa əsasən M2 kütləli cisim ip qırıldıqdan sonra hər hansı bir V sürətlə düz xəttli bərabər sürətli hərəkət edəcək. Belə ki, ip qırıldıqdan sonra M2 kütləli cismə təsir edən əvəzləyici qüvvə 0 olur. Ondan sonra M2 kütləli cisim ip qırılan andakı sürətə malik sürətlə düz xəttli bərabər sürətlə hərəkət edir. İp qırıldıqdan sonra M1 kütləli cismə yenə F qüvvəsi təsir edəcək. Bu qüvvənin təsiri altında M1 kütləli cisim hər hansı bir A1 təcili ilə düz xəttli bərabər yeyinləşən hərəkət edəcək. A1 təcilini hesablamaq olar. A1 bərabər olacaq F bölünmüş M1-ə. F'in bu ifadəsini nəzərə alsaq, bərabər olacaq. A1 bərabərdir M1 üstəgəl M2 bölünmüş M1 vurulsun A-ya. Bu ifadədən göründüyü kimi A1 A-dan böyükdür. Deməli, ip qırıldıqdan sonra M2 kütləli cisim A-dan daha böyük təcillə düz xəttli bərabər yeyinləşən hərəkət edəcək. Kütləsi 2 ton olan minik avtomobili sükunət vəziyyətindən sabit əvəzləyici qüvvənin təsiri altında düz xəttli hərəkətə başlayır. İlk 20 saniyə ərzində avtomobil 300 metr yol gedərsə, ona təsir edən əvəzləyici qüvvənin modulunu hesablayın. Şərtə əsasən avtomobil sükunət vəziyyətinə hərəkətə başlayır. Deməli, avtomobilin başlanğıc sürəti 0-a bərabərdir. Digər tərəfindən, avtomobilə təsir edən əvəzləyici qüvvə sabitdir. Beləliklə, avtomobil düz xəttli bərabər təcili hərəkət edəcək. Düz xəttli bərabər təcili hərəkətdə yolun və ya yer dəyişmənin zamandan asılılıq tənliyi S bərabərdir A T kvadratı bölünmüş 2 şəklindədir. Bu ifadədən A-nı müəyyən etsək, A bərabər olacaq 2S bölünmüş T kvadratı. Şərtə əsasən T 20 saniyədir, S də 300 metrdir. Bu kəmiyyətlərin qiymətlərini yerinə yazmaqla təcili modulunu hesablaya bilərik. Təcil olacaq A bərabər 2 vurulsun S 300 metr bölünmüş T 20-dir. T'nin kvadratını 20 kvadratı şəklində yazaq. Onu da yazaq 20 vurulsun 20 bərabərdir. Sıfırlar ixtisar olunar. 2 ilə 2 ixtisar olunar. 3-ü 2-yə bölsək 1/5 metr bölünmüş saniyə kvadratı. Deməli, avtomobilin təcili modulu 1/5 metr bölünmüş saniyə kvadratıdır. Avtomobilə təsir edən qüvvələrin əvəzləyicisini F bərabərdir MA ifadəsinə əsasən müəyyən edə bilərik. Burada M avtomobilin kütləsidir. Avtomobilin kütləsi 2 tondur. 2 tonda 2000 kiloqramdır. Vurulsun 1/5 metr bölünmüş saniyə kvadratı. O da bərabərdir 3000 Newton. Deməli, avtomobilə təsir edən əvəzləyici qüvvənin qiyməti 3000 Newton. O da bərabər olacaq 3 kilo Newtona. Başlanğıc sürəti 108 km bölünmüş saat olan cisim X oxunun əks istiqamətində düz xəttli bərabər təcili hərəkət edir. Bu cismin təcilinin proyeksiyası AX bərabərdir 5 metr bölünmüş saniyə kvadratı olarsa, ilk 10 saniyə ərzində sürətin modulunun zamandan asılı qrafikini çəkin. Qrafiki asıllıqda 10-cu saniyənin sonuna uyğun sürətin qiymətini yazın. Mötərizədə qrafiki asıllıqda sürətin qiymətini metr bölünmüş saniyə, zamanı saniyə ilə ifadə edin. Şərtə əsasən cismin başlanğıc sürəti 108 km/saatdır və cisim X oxunun əksi istiqamətində hərəkət edir. Deməli, V0X bərabər olacaq -108 km bölünmüş saata. Bunu da metr saniyə ilə ifadə etsək, bərabər olacaq
1 kilometr 1000 metrdir. 1 saat 3600 saniyə. Deməli 108 kilometr saat 30 metr bölünmüş saniyədir. Mənfi ifadəsi cismin x oxunun əksi istiqamətdə hərəkət etdiyini göstərir. Deməli, bərabər təcilli hərəkətdə sürətin proyeksiyasının zamandan asılılığının ümumi şəkli Vx bərabərdir V0x üstəgəl AXT formasındadır. V0x şərtə əsasən 30-dur. AX də şərtdən göründüyü kimi 5 metr bölünmüş saniyə kvadratıdır. Deməli, Vx bərabər olacaq -30 üstəgəlinsin 5t. Bunu belə yazaq. Vx bərabərdir 5t çıxılsın 30. Bu tənlikdən göründüyü kimi cismin başlanğıc sürəti 30 metr saniyədir və hər saniyədə sürəti 5 metr bölünmüş saniyəyə qədər azalır. Deməli, sürəti sıfır etməklə cismin hansı zaman anında dayandığını müəyyən edə bilərik. Deməli, yazırıq 5t 30 bərabərdir 0-a. Buradan 5t bərabərdir 30-a. T də bərabər olacaq. 30 bölünmüş 5 bərabərdir 6 saniyə. Beləliklə, İlk 6 saniyə ərzində cisim x oxunun əksi istiqamətində düz xətti bərabər yavaşlayan hərəkət edir. 6-cı saniyənin sonunda bir anlıq dayanır. Sonraki 4 saniyə ərzində cisim x oxu istiqamətində 5 metr bölünmüş saniyə kvadratı təcillə düz xətti bərabər yeyinləşən hərəkət edir. Sürətin modulunun zamandan asılılıq tənliyi isə v bərabərdir 5t çıxılsın 30 şəklində olacaq. Bu asıllığa uyğun qrafiki çəkək. Sürətin modulunun v-nin zamandan t-dən asılılığı. V-yə yazaq metr bölünmüş saniyə, t-yə də yazaq saniyə. Başlanğıc zaman anında cismin sürəti 30-dur. İlk 6 saniyə ərzində cisim yavaşlayan hərəkət edir. Sonraki 4 saniyə ərzində cisim 5 metr bölünmüş saniyə təcillə düz xəttli bərabər yeyinləşən hərəkət edir. 10-cu saniyənin sonunda cismin sürətini hesablasaq, v bərabərdir modulda 5 vur 10 çıx 30, 5 10-a vursa 50, 50-dən də 30 çıxsaq eləyəcək 20. Deməli, 10-cu saniyənin sonunda cismin sürəti 20 metr bölünmüş saniyə olacaq. Kütləsi 2 ton olan minik avtomobili sükunət vəziyyətindən sabit əvəzləyici qüvvənin təsiri altında düz xəttli hərəkətə başlayır. İlk 20 saniyə ərzində avtomobil 300 metr yol gedir. 20-ci saniyənin sonunda avtomobilə təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabər olur. Bu vəziyyətdə avtomobil daha 30 saniyə düz xəttli hərəkət edir. 88-ci situasiya tapşırığı. İlk 50 saniyə ərzində avtomobilin necə hərəkət etdiyini yazın, mötərizədə cavabınızı əsaslandırın. Şərtə əsasən avtomobil sükunət vəziyyətindən hərəkətə başlayır. Deməli, avtomobilin başlanğıc sürəti sıfıra bərabərdir. Digər tərəfdən avtomobilə təsir edən qüvvələrin əvəzləyicisi sabitdir. Onda A bərabərdir F bölünmüş M ifadəsinə əsasən F sabit, M də sabit olduğundan A sabit olacaq. Deməli, cisim ilk 20 saniyə ərzində sükunət vəziyyətindən sabit təcillə düz xəttli bərabər yeyinləşən hərəkət edəcək. Xüsusi halda təcilin qiymətini də tapmaq olar. Belə ki, avtomobil sükunət vəziyyətindən düz xəttli bərabər təcilli hərəkət etdiyindən onun getdiyi yol S bərabərdir A t kvadratı bölünmüş 2 ifadəsi ilə müəyyən olunur. A-nı hesablasaq A bərabərdir 2S bölünmüş t kvadratı. Şərtə əsasən t 20 saniyədir. S də 300 metrdir. Bərabərdir 2 vurulsun 300 bölünmüş 20-nin kvadratı. O da bərabərdir 1/5 metr bölünmüş saniyə kvadratı. Beləliklə, ilk 20 saniyə ərzində avtomobil sükunət vəziyyətindən 1/5 metr bölünmüş saniyə kvadratı təcillə düz xəttli bərabər yeyinləşən hərəkət edir. Şərtə əsasən 20-ci saniyənin sonunda avtomobilə təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabər olur. Deməli, F əvəzləyici bərabərdir 0 olursa, Newtonun birinci qanununa əsasən 20-ci saniyənin sonundan etibarən cisim düz xəttli bərabər sürətli hərəkət edəcək. Yəni, 20-ci saniyənin sonundan etibarən 30 saniyə ərzində cisim düz xəttli bərabər sürətli hərəkət edir. Sürətin qiymətini də hesablamaq olar. V bərabərdir A t ifadəsinə əsasən A-nın yerində 1/5, t-nin də yerində 20 yazsaq bərabər olacaq 30 metr bölünmüş saniyə. Deməli, 20-ci saniyənin sonundan etibarən sonraki 30 saniyə ərzində cisim
30 metr bölünmüş saniyə sürətlə düz xəttli bərabər sürətlə hərəkət edəcək. 89-cu situasiya tapşırığı. İlk 20 saniyə ərzində avtomobilə təsir edən əvəzləyici qüvvənin modulunu hesablayın. Şərtə əsasən avtomobil sükunət vəziyyətindən hərəkətə başlayır. Onda başlanğıc sürət 0-a bərabərdir. Cismə təsir edən əvəzləyici qüvvədə sabit olduğundan, deməli ilk 20 saniyə ərzində cisim düz xəttli bərabər yeyinləşən hərəkət edəcək. Düz xəttli bərabər yeyinləşən hərəkətdə gedilən yol və ya yer dəyişmənin modulu S bərabərdir AT kvadratı bölünmüş 2 ifadəsi ilə müəyyən olunur. Bu ifadədən təcili hesablasaq A bərabər olacaq 2S bölünmüş T kvadratı. T'nin yerində şərtə əsasən 20 saniyə durur, S'in də yerində 300 metr. Uyğun kəmiyyətlərin qiymətini yerinə yazmaqla A-nı hesablasaq, A bərabər olacaq 2 vurulsun 300 metr. T də 20 saniyədir, yazaq 20 vurulsun 20 bərabərdir. Sıfırlar ixtisar gedər, 2 ilə 2 ixtisar olunur, 3-ü 2-yə bölsək 1/5 metr bölünmüş saniyə kvadratı. Deməli, cismin təcilinin modulu, yəni avtomobilin təcilinin modulu 1/5 metr bölünmüş saniyə kvadratıdır. Avtomobilə təsir edən əvəzləyici qüvvənin qiymətini isə F bərabərdir MA ifadəsinə əsasən müəyyən edə bilərik. Burada M avtomobilin kütləsi, şərtə əsasən avtomobilin kütləsi 2 tondur. 2 tonda 2000 kiloqramdır, vurulsun 1/5 metr bölünmüş saniyə kvadratı. O da bərabərdir 3000 Newton, o da bərabərdir 3 kilo Newton. 90-cı situasiya tapşırığı. İlk 50 saniyə ərzində avtomobilin sürətinin modulunu zamandan asılılıq qrafikini çəkin. Qrafik asılılıqda 20-ci saniyənin sonuna uyğun sürətin qiymətini yazın. Mötərizədə qrafik asılılıqda sürətin qiymətini metr bölünmüş saniyə, zamanı saniyə ilə ifadə edin. Sükunət vəziyyətindən sabit əvəzləyici qüvvənin təsiri altında cisim düz xəttli bərabər yeyinləşən hərəkət edir. Bu zaman sürət zaman tənliyi V bərabərdir AT şəklində olacaq. Başlanğıc sürət 0-a bərabər olduğundan V bərabərdir AT olacaq. Əvvəlki situasiya tapşırığından A-nın qiymətinin 1/5 metr bölünmüş saniyə kvadratı olduğu hesablanmışdır. Beləliklə, ilk 20 saniyə ərzində sürət zaman tənliyi olacaq. V bərabərdir 1/5 T. T'nin yerinə 20 yazsaq, 1/5 vurulsun 20, o da bərabərdir 30 metr bölünmüş saniyə. Beləliklə, avtomobil sükunət vəziyyətindən 1/5 metr bölünmüş saniyə kvadratı təcillə hərəkətə başlayacaq və 20-ci saniyənin sonunda artıq avtomobilin sürəti 30 metr bölünmüş saniyə olacaq. 20-ci saniyənin sonunda avtomobilə təsir edən əvəzləyici qüvvə 0-a bərabər olduğundan əvəzləyici 0, 20-ci saniyənin sonundan etibarən avtomobil düz xəttli bərabər sürətlə hərəkət edəcək. 20-ci saniyənin sonunda avtomobilin sürəti 30 metr bölünmüş saniyə olduğundan, deməli 20-ci saniyənin sonundan etibarən avtomobil 30 metr bölünmüş saniyə sürətlə düz xəttli bərabər sürətlə hərəkət edəcək. İlk 50 saniyə ərzində avtomobilin sürətinin modulunun zamandan asılılıq qrafikini çəksək, yəni V-nin T-dən asılılıq qrafikini quraq, V-yə yazaq metr bölünmüş saniyə, T-yə yazaq saniyə. Başlanğıc sürət 0-dır. İlk 20 saniyə ərzində avtomobilin sürət zaman tənliyi olacaq. V bərabərdir AT, yəni VT ilə düz mütənasib olacaq. 20-ci saniyənin sonunda avtomobilin sürəti 30 metr bölünmüş saniyə olacaq. Deməli, ilk 20 saniyə ərzində avtomobilin sürəti zamanla düz mütənasib artacaq və 20-ci saniyənin sonunda avtomobil 30 metr bölünmüş saniyə sürətə malik olacaq. Sonraki 30 saniyə ərzində isə avtomobil 30 metr bölünmüş saniyə sürətlə düz xəttli bərabər sürətli hərəkət edəcək. Beləliklə, ilk 50 saniyə ərzində avtomobilin sürətinin modulunun zamandan asılı qrafiki şəkildə göstərilən qaydada çəkilməlidir.